Salam, hər vaxtınız xeyir olsun. Dost TV-nin efirində xoş gördük sizləri. Sizlər Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyi fəaliyyət istiqamətlərini bəhs edən Dayaq nöqtəsi verilişinə baxırsınız. Bu dəfəki verilişimizdə mövzumuz uşaq reabilitasiya mərkəzlərində göstərilən xidmətlər barəsində olacaq və bu mövzuyla əlaqədar studiyamıza dəvət etmiş qonağımızı sizə təqdim edirəm. Qonağımız bir sayılı uşaq reabilitasiya mərkəzinin direktoru Jalə Həsənovadır. Jalə xanım, xoş gördük sizi verilişimizdə. Hoş gördük İsmail müəllim. Təşəkkürümü bildirirəm ki, dəvət etdiyiniz üçün. Bugünkü mövzunu siz vurğuladığınız kimi əlilliyi olan uşaqlara reabilitasiya xidmətləri haqqında məlumat verəcəyim. Elə isə DTS tabelində 50 olan uşaqlara reabilitasiya xidmətləri göstərən ümumi neçə mərkəzimiz var? Elə ilk sualımızda bu olsun. Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin tabeliyində 17 reabilitasiya mərkəzləri var. Onlardan biri protez ortopedik istehsalat mərkəzidir. Biri Bərdə şəhərində yerləşən Rehapoint bir reabilitasiya layihəsidir, mərkəzidir və qalan mərkəzlər, yəni sırf reabilitasiya mərkəzləridir. O mərkəzlərdən 4-ü əlilliyi olan uşaqlara xidmət göstərir. Bakı şəhərində 2 mərkəz yerləşir. 1 nömrəli uşaq reabilitasiya mərkəzi və 2 nömrəli reabilitasiya mərkəzi. Azərbaycanın da digər bölgələrində Şəmkir uşaq reabilitasiya mərkəzi və Qəbələ uşaq reabilitasiya mərkəzləri mövcuddur. Rəhbərlik etdiyiniz bir sayılı uşaq reabilitasiya mərkəzi barəsində elə bizim izləyicilərimizə də məlumat verərdiniz. Buyurun. Deməli, Bakı şəhərində yerləşən 1 nömrəli uşaq reabilitasiya mərkəzi Nərimanov rayonunda yerləşir. Hacı Məmmədov küçəsi 12A. Mərkəz 50 çarpayılıqdır. Mərkəzdə deməli, həm stasionar, eyni zamanda ambulator qaydada reabilitasiya xidmətləri göstərilir. Ambulator reabilitasiya xidmətləri dedikdə, burada 2 növ ambulator reabilitasiya xidmətləri mövcuddur. Ambulator paket, yəni 14 gün müddətində 18 yaşadakı əlilliyi olan şəxs reabilitasiya xidmətlərindən istifadə edə bilər. Eyni zamanda da ikincili deməli, baxış keçirilir həkim tərəfindən və müsbət dinamika qeyd olunursa, artıq ambulator aylıq paketə təyin olunur. Yəni, növbəti 1 ay müddətində həftədə 2 dəfə 8 prosedur ala bilər. Mərkəzdə 2 şöbə mövcuddur. Əlilliyi olan şəxslər üçün bu tibbi reabilitasiya və abilitasiya şöbəsidir. Eyni zamanda da sosial-psixoloji reabilitasiya və abilitasiya şöbəsidir. Mərkəzdə həkim heyəti çalışır, orta tibb işçiləri çalışırlar. Yəni, eyni zamanda da vurğulayıram ki, tibbi reabilitasiya ona yanaşı fizioterapiyadır, müalicəvi bədən tərbiyəsidir, masajlardır və sosial-psixoloji reabilitasiya və abilitasiya şöbəsində mütəxəssisləri burada psixoloqlardır, logopedlərdir, yəni nitq qüsurları olan uşaqlarda müalicə aparmaq üçün ergoterapiyadır, yəni gündəlik bacarıqları, həyat bacarıqları, əmək terapiyası da belə bir adı da qeyd olunur. Yəni, mütəxəssislər var. Həmçinin də sosial-psixoloji şöbədə də bizdə mentor vəzifəsində çalışan bir psixoloq mütəxəssisimiz də var. Ümumilikdə uşaq reabilitasiya mərkəzlərində Jalə xanım, bu bərpa xidmətləri hansı qaydada aparılır və neçə növ xidmətlər göstərilir mərkəzlərdə? Elə sizin öz mərkəzindən başlayaq, yəni hansı qaydada təşkil olunur? Deməli, ilk öncə qeydiyyat qəbul prosesi necə keçirilir? Yəni, ilk öncə əlilliyi olan şəxs, yaxud əlilliyi olan uşaqların qəyyumu, valideyni, rəfaqətçisi, yəni stasionar müalicə almaq üçün Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin tibbi sosial ekspert komissiyalarına müraciət edə bilərlər, yaxud dost mərkəzlərinə müraciət edə bilərlər. Eyni zamanda da elektron portalla da müraciət edə bilərlər və stasionar reabilitasiyanın xidmətlərini istifadə etmək üçün rezervasiya olunur elektron qaydada və rezervasiya kartı təyin olunanda, gün, saat təyin olunanda, çünki orada saat da qeyd olunur, təyin olunanda, yəni vətəndaş artıq bu reabilitasiya kartası ilə, rezervasiya ilə yaxınlaşırlar mərkəzə. Eyni zamanda rezervasiya kartasından savayı şəxsiyyəti təsdiq edən
deməli vəsiqə olmalıdır. Tibb müəssisəsindən müayinə paketi olmalıdır. Bu qan ümumi analizidir, sidin ümumi analizidir, ürəyin elektrokardioqrafiyasıdır, döş qəfəsinin, yəni ağciyərlərinin rentoqrafiyasıdır. Yəni bu sənədlərlə uşaq, valideyn yaxınlaşırlar mərkəzə. Və mərkəzdə multidisiplinar komanda, yəni çox ixtisaslı komanda yəni artıq qəbul prosesini aparır. Bu prosesdə bu komandanın üzvləri həkim pediatrdır, həkim nevroloqdur, sosial-psixologiya şöbəsinin əməkdaşları psixoloq, loqoped və tibb bacısı da komandanın üzvləridir. Uşağı tam müayinə etdikdən sonra reabilitasiya planı təyin olunur, fərdi reabilitasiya planı hazırlanır və artıq ondan sonra 14 gün müddətində uşaq müalicə alır. Bu həm stasionar rezervasiya ilə, kartası ilə keçirilir, lakin ambulator müalicə almaq üçün valideynlər özləri mərkəzə də yaxınlaşa bilərlər və müddət ərzində, yəni təkrarən 3 aydan 6 aydan sonra yəni təkrar müalicəyə gələ bilərlər. Bu 14 gün dediniz, yəni qəbul olduqdan sonra 14 gün reabilitasiya deməli xidmətindən yararlanır və neçə növ xidmət göstərirsiniz mərkəzdə bizim əlli olan uşaqlar? Deməli, bu tibbi reabilitasiyadır, bayaqlarda vurğulamışdım. Burada deməli masajlardır, müalicə və bədən tərbiyəsidir. Ondan savayı fizioterapiyadır, yəni elektroterapiyadır. Həmçinin də sosial psixologiya, yəni psixoloqlardır, loqopedlərdir və ergoterapiyadır. Mən vurğulamaq istərdim ki, mərkəz təkcə ambulator və stasionar xidmət göstərmir. Mərkəz eyni zamanda səyyar xidmət göstərir. Yəni ev şəraitində səyyar xidmət. Çünki elə uşaqlar var ki, onların xəstəliyinə uyğun olaraq, yəni onları mərkəzə gətirmək bu çətinlik yaradır valideynlərə. Və bununla bağlı səyyar xidmətlə də valideynlər eyni zamanda həmçinin elektron qaydada da müraciət edə bilərlər və mərkəzdə var nəqliyyat vasitəsi, səyyar xidmət üçün. Yəni ilk baxışda həkimimiz, psixoloqumuz, yəni mütəxəssislərimiz yaxınlaşırlar, evə gedirlər və evdə uşağı tam müayinə etdikdən sonra artıq onun da ev şəraitində fərdi reabilitasiya, yəni proqramı təyin olunur və növbəti bir ay 2 ay müddətində, yəni bizim mütəxəssislərimiz həftədə 2 dəfə yaxınlaşırlar, yəni uşağa prosedurlar, təyin olunmuş prosedurları edirlər. Mən vurğulamaq istərdim ki, yəni xidmətlər çoxdur. Mərkəz tərəfindən çox xidmət aparılır, yəni onlayn xidməti də var. Onlayn xidməti, yəni 14 gün müddətində müalicəni bitdikdən sonra o demək deyil ki, yəni hansı bacarıqları artıq uşaq əldə edibsə, onları yaddan çıxardaq, yəni növbəti müalicəyə qədər, yəni bu yaddan çıxarılsın, eləməsin, pasiv olsun uşaq. Ona görə bizim mütəxəssislərimiz onlayn dərsləri də keçirlər. Bu eyni zamanda həm idmandır, həm psixoloqların dərsləridir, loqopedlərin dərsləridir və uşaqlara yəni bu böyük bir dəstək olur. Mütəmadi olaraq əlaqələr saxlayırsınız da? Bəli, əlaqələr saxlayırıq, valideynlərlə də, uşaqlarla da, yəni bu proses təkcə uşaqlarla deyil, valideynlərlə də keçirilir. Yəni ondan savayı deməli bizdə yəni onlayn bu xidmətlər təkcə yəni yatan uşaqlar üçün yox. Yəni son vaxtlar onkoloji xəstələrlə əziyyət çəkən uşaqlara, onlara da onlayn dərsləri aparılır. Eyni zamanda ixtioz buloz xəstəliyi var. O xəstələrə də onlayn dərsləri bizim mütəxəssislərimiz aparırlar və əlbəttə ki, qeydiyyatı hamısı olunur. Bu onkoloji əlli olan uşaqlardan danışdınız. Bəs istəyərdim buna da ətraflı cavab verə bilərsiniz. Əks göstərişi olan əlli olan uşaqlar üçün yəni bu qaydada hansı qaydalar tətbiq olunur? Yəni bunlara reabilitasiya xidmətlərinin tətbiqi necə olur və hansı qaydada aparılır? Deməli, əks göstərişlər, deməli 25 may 2021-ci il 149 tarixli Azərbaycan Respublikası Nazirlər Kabinetinin 149 nömrəli qərarı ilə
təsdiq olunmuş dövlət reabilitasiya mərkəzlərində fəaliyyəti ilə məşğul olan qanuna əsasən, yəni əks göstərişlər var. Əks göstərişlər bu ola bilsin ki, kəskin infeksion xəstəliklər, yəni onkoloji xəstəliklər, yəni kəskin dövrdə bu vərəm ola bilər, yəni bir sıra xəstəliklərdir, ciddi davranış pozğunluqlarıdır. Yəni bunlar əks göstərişlərdir. Eyni zamanda bizdə mərkəzə ola bilsin ki, yaxınlaşırlar və biz görürük ki, diaqnoza uyğun olaraq, yəni bunda əks göstərişdir bu uşaqda. Və biz onda ixtisaslaşmış həkim tərəfindən əks göstərişə uyğun olaraq bir arayış istəyirik ki, yəni bu uşağın mərkəzdə müalicəsinə əks göstəriş yoxdur. Çünki olur ki, misal üçün yaxınlaşırlar ixtisaslaşmış həkimə və onlar əks göstəriş ki, qeyd edirlər ki, yəni bu uşaqda kəskin davranış pozğunluğudur, yaxud yəni kəskin dövrdə hansısa bir xəstəlikdir. Onda əks göstərişdir. Yəni yenə də o da tənzimlənir 149 qərarla, yəni Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı ilə. Şahin xanım, mərkəzə gələ bilməyən 50 olan uşaqlarımız üçün, yəni məhdudiyyətli uşaqlar var ki, mərkəzə gələ bilmirlər. Bunlar üçün əl çatanlığın təmin olunması. Yəni ki, tək bu onkoloji xəstə deyil, elə bir, məsələn, 50 olan uşaq var ki, onun da mərkəzə gələ bilmir. Onlar üçün əl çatanlıq necə təmin olunub? Hansı qaydada təşkil olunub mərkəzimizin? Yenə də vurğuladığım kimi səyyar xidmət təşkil olunub. Yəni mütəxəssislər tərəfindən baxış keçirilir evlərdə və təyinat aparılır, fərdi reabilitasiya proqramı təyin olunur ki, ev şəraitində də uşaqlara reabilitasiya aparılsın və növbəti 6 aydan bir, yəni təkrarən, yəni növbəlik əsasında gedir ki, çünki ki müraciət edirsə, onlarda növbəlik əsasında biz bu xidməti də göstəririk. Bayaq alternativ reabilitasiyadan danışdınız, elə istərdim bu 50 olan uşaqlar üçün alternativ reabilitasiyanın üstün cəhətlərindən, tətbiqindən də danışırsınız. Buyurun. Alternativ deməli reabilitasiya xidmətləri deyəndə biz mərkəz olaraq deməli yoga dərslərini keçiririk. Həmçinin dance ability, yəni bu rəqsdir, vücudlar oynayır belə demək olar. Yəni bu dərslər yəni həm başqa bir məkanda keçirilir. Eyni zamanda da bu dərsləri keçmək üçün mütəxəssislərin xüsusi sertifikatları var ki, onlar mərkəzdə reabilitasiya alan uşaqlara da bu dərsləri keçirilir. Sonra hipoterapiya var, yəni atlarla müalicə. Yəni reabilitasiya alan uşaqları hipodroma aparılır və orada atlarla, yəni uşaqlar müalicə. O demək deyil ki, ata mindi, atla. Eyni zamanda taktil olaraq atın dərisinə əl vuranda o da uşaqlara, yəni psixoloji tərəfdən çox müsbət, yəni yanaşmadır, müsbət göstərişlərdir. Eyni zamanda vurğulamaq istəyirəm ki, bizdə icma xidmətləri də var. Yəni ambulator müalicə bitdikdən sonra uşaqlarımız hansısa bir müxtəlif prosedurlara, növbəti ambulator müalicə başlanmışa qədər ona da icmaya gələ bilərlər. Və icma proseslərdə hansısa bir məkanlarda biz hansısa tədbirlər keçirəndə o uşaqları da dəvət edirik. O uşaqlar da yəni cəmiyyətə inteqrasiya üçün, yəni bu sərgilər ola bilər, bu hansısa bir tədbirlər ola bilər, cizgi filmə də apara bilərik, hansısa bir tədbirlərə, yəni hansı başqa bir qurumlarda bizi dəvət eləyəndə uşaqları da ora aparıb, yəni cəmiyyətə inteqrasiya. Yəni çox müsbət rəylər gəlir ki, uşaqlardan və valideynlərdən. Bu 14 gün tamamlanır və uşaqlar yollanır evlərə və evlərə döndükləri zaman valideynlər üçün məsləhət, təlim necə təşkil olunur və onlara hansı mövzuda məsləhətlər verirsiniz? Yəni bu evdə təlimlər, bu istiqamətdə dayaq, dəstək formasını necə aşlayırsınız, necə təşkil olunub, necə məlumat verirsiniz? Valideynlər, ümumiyyətlə uşaqlar bizdə müalicə alanda, valideynlərlə də biz təlimlər keçiririk, söhbət aparırıq. Yəni mən bayaqları vurğuladım, sosial-psixologiya şöbəsində mentorumuz var. Yəni valideynlərə seminar deməzdim, amma belə bir görüşlər ki, bölüşməkdir, yəni öz fikirləri ilə bölüşürlər və yəni
ev şəraitində həm psixoloji tərəfdən valideynlərə dəstək kimi, eyni zamanda fiziki olaraq ki, yəni bu yanaşmanı biz deyirik və onlayn dərslər olanda da əlbəttə ki, təkcə uşaqlar yox, valideynlər də o dərslərə qoşulurlar və Əsas maarifləndirici istiqamətlərdə, yəni məlumatlar verilir. Yəni hansı istiqamətlərdə onlar maarifləndirirlər? Məsələn, evdə nə etməlisiniz? 14 gün bitdi və evdə siz bunu davamlı olaraq nə etməlisiniz? Bu barədə onlar hansı işlər görürlər? Bu barədə də, bu barədə ümumiyyətlə evdə, ailədə əlilliyi olan uşaq varsa, bu bütün ailə dəstək olmalıdır. Çünki valideynlər də çox böyük stres keçirirlər və ona görə də yenə də deyirəm ki, yəni psixoloji dəstək ən vacibdir. Yəni burada artıq tibbi o qədər də yox, nə qədər psixoloji dəstək lazımdır. Ona görə biz icma əsaslıdır uşaqlarımızı hansısa bir məkanlara aparanda, bu cəmiyyətdə hansısa bir mədəni kütləvi tədbirlərdə olanda, yəni valideynlərdən də, uşaqlardan da çox müsbət rəylər gəlir ki, yəni pozitiv, belə deyək. İstiqamətdə köklənirlər. Aydındır, çox sağ olun. Jalə xanım, bu son dövr texnoloji inkişafla bağlı, məsəl üçün bu e-sosial tətbiqi var, hansı ki, əl çatanlığın təmin olunmasına bağlı, bununla bağlı nə deyərdiniz? E-sosial yeni tətbiq, elektron portal, yəni tətbiqi çox əlverişlidir. Məsəl üçün, bizdə mərkəzə də yeni qəbul olunanda uşaqlar, valideynlər, biz hər bir valideynə də dəstək oluruq. O e-sosial portalını da, o deməli, tətbiqi telefonlarına yükləyirik. Çünki onlar orada həm əlilliyi ilə bağlı hansı bir suallar varsa, yəni cavablarını ala bilərlər. Reabilitasiya xidmətlərindən, reabilitasiya vasitələrindən istifadə edə bilərlər. Eyni zamanda mədəni kütləvi hansısa misal üçün məkanlara getdikdə, yəni o tətbiqdən də istifadə edə bilərlər. Çünki güzəştlər var. Yəni biz də bunun qeydiyyatında aparırıq və bilməyən, tanış olmayan valideynlərə də dəstək oluruq ki, o e-sosialla da tanış olsunlar. Və verilişimiz sona doğru yaxınlaşır, istərdim elə axırıncı suallarda cavablandırardınız. Yəni uşaq reabilitasiya mərkəzində xidmətin keyfiyyəti qiymətləndirilməsi necə aparılır sizin mərkəzdə? Deməli, mərkəzdə müntəzəm olaraq, yəni yoxlamalar da, özümüz də yoxlamalar da aparırıq. Üst qurum tərəfindən də yoxlamalar aparılır. Eyni zamanda rəy və təkliflər üçün hər bir mərkəzdə kutu var ki, valideynlər orada öz rəylərini bildirə bilərlər. Həmçinin də mərkəzdən evə yazılarkən hər bir valideynə sorğu gəlir və suallardır, orada anket suallarıdır ki, hansı xidmətlərdən razıdırlar, hansından narazıdırlar və bundan sonra bizdə inspeksiyalar olur da, belə deyək ki, PI-lar olur və orada da biz görürük ki, nədən valideynlər narazıdırlar ki, biz bu nöqsanlar mağaradan qaldırılsın, müntəzəm olaraq yoxlamalar aparılır. Təşəkkür edirəm mərkəziniz barəsində doğru məlumat verdiniz Jalə xanım. Bizim verilişimiz artıq başa çatmaq üzrədir. Bir daha verilişimizə gəldiyiniz üçün minnətdarlığımızı bildiririk. Təşəkkürümü bildirirəm. Çox sağ olun İsmail müəllim. Təşəkkürümü bildirirəm. Sağ olun. Hörmətli tamaşaçılar, xatırladım ki, studiyamızın qonağı Bir Saylı Uşaq Reabilitasiya Mərkəzinin direktoru Jalə Həsənova idi. Siz Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliğinin fəaliyyət istiqamətlərindən bəhs edən Dayaq nöqtəsi verilişinə baxırdınız. Sağ olun.